Xəritə izahına yenə baxırıq sizlərlə. İzah edəcəyim mövzular xanlıqların yerləşdiyi ərazilərdir. Bu sizinlə artıq 3-cü xəritə izahıdır ki, nəzər salırıq. Hər dəfə vurğulayıram, ikinci qruplar üçün çətin olmaya bilər, coğrafiya var deyə. Amma 3-cü qrupların hətta dəyərdim, başı bəlalı bir yeridir. Ona görə burada çalışdığım qədərilə sizə asan dildə izah etməyə çalışacağım. Baxaq xəritəyə. Xanlıqlar ərazisidir. Dediyim kimi 1 Dərbənddir. Başımızın üstü Dərbənddir. 2 Şəki xanlığıdır. Gördüyünüz kimi. 3 Quba ərazisidir. Quba. 4 Gəncə. 5 Şamaxı. 6 Qartal dimdiyindən bilinir ki, Bakıdır. 7 Göyçə gölü ətrafında yerləşən gölü görürsünüz. İrəvan. 8 Qarabağ xanlığı idi. 9 Naxçıvan. İrəvan, Naxçıvan, Göyçə gölü ətrafında. 10 Lənkəran xanlığıdır. 11 Makudur. Min kimi yadda saxlaya bilərsiniz ərazi olaraq. Maku, İrəvan, Naxçıvan bu üçlük. 12 Qarabağın həmən altı Qaradağ. 13 Ərdəbil xanlığıdır. Ərdəbil yerləşdiyi ərazi. 14 Xoydur. Xoy. Burada görürsünüz 15. 15 Urmiya gölü ətrafında, hətta mərkəzində Təbrizdir. 16 Sərabdır. 17 Urmiya, 18 isə Marağadır. Urmiya gölüdür bu, qeyd etdiyimiz kimi Urmiyanın mərkəzində yerləşən. 15 oldu Təbriz. Tum kimi yadda saxlamaq olar. 17 Urmiya, 18